İnanın ki, bu mənim özümün də şəxsi fikrimdir, subyektiv fikrimdir. Paşinyanın bu günləri başının üzərində bir kabus dolaşmaqdadır. Həmin kabus 2026-cı ilin parlament seçkiləridir. Və Ermənistanda yerli özünü idarə etmə orqanlarına keçirilən seçkilərdə, xüsusilə Gümrüdə keçirilən seçkilərin nəticələri Paşinyanın yuxusuna möhkəmcə haram qatıb və hesab edir ki, əgər indi bu günləri ölkədə parlament seçkiləri keçirilsəydi, Paşinyanın vəziyyəti çox bərbad ola bilərdi. Ona görə də dediyim o kabus 2026-cı ilin parlament seçkiləri onu son dərəcə sıxır, ona son dərəcə təzyiq göstərir və Paşinyan indi manevr etməkdən başqa çarəsi qalmayıb. Bir yandan sülhdən danışır, beynəlxalq ictimai fikrin gözündən kül üfürür ki, o sülh istəyir, o sülh güvərçinidir. Amma bir yandan da daxili auditoriya, aktiv revanşistlər mesajlar göndərir ki, mən təslimçilik ruhunda deyiləm, mən prinsipiyalam, mən qətiyyətliyəm və s. Bu kimi belə bir siyasi oyunbazlıq və hoqqabazlıqla məşğuldur.